Əlimdən tutan da olurdu, sumkanı çəkmək istəyən də olurdu. Mən də balaca uşağım, qorxurdum, həyəcana düşürdüm. Çalışırdım ki, o hissəni biraz tez qaçım və yaxud bir başqa yolla gedim ki, bu hər gün təkrarlanmasın. İmkan yox idi ki, bir dərs çantası alım. Həmən o torbanın içinə mənim dərsliklərimi yığırdılar. Gedirdim və məktəbdə biraz yaxşı qarşılanmırdı. Uşaqlar zarafat edirdilər ki, sənin yüksək bir sumkan yoxdur gətirəsən, torban yoxdur gətirəsən. Biraz pis təsir edirdi. Məni görəndə o göz qaçırır, amma mən buna salamlaşıram. Bu da utandığına mənə salam vermir. Məni biraz utanırdım hər dəfə sinifə gedəndə. Öz-özümə söz verirdim ki, vaxt gələcək, mən hamınızdan yaxşı yaşayacağam. Vaxt gələcək, mənim də hər şeyim olacaq. Vaxt gələcək, mən də əlimdən gələni eləyəcəm ki, heç vaxt bu utancılığı bir də yaşamayım. Mən Məmmədov Sabit Sabiroğlu, 41 yaşım var, ailəliyəm, 2 övladım var. Mən Eslampadar brendinin sahibiyəm. 20 ildən artıqdır bu biznesdə fəaliyyət göstəririk. Fərqli işlərdə imzalarımızı atmışıq. Bu günləri gördüyünüz 70-80%-dən artıq şadlıq saraylarının işlərinin hamısını biz görmüşük. Orada gördüyünüz lüstralardır, işıqlandırmadır, bizim işlərimizdir. Ondan başqa otellərdə də işləmişik, mədəniyyət evlərində işləmişik, xaricdə də layihələrimiz olub. 20 il ərzində əvvəl necə düşünürümsə, bugün də eyni şeyləri düşünürəm və çalışıram ki, o çərçivələrdən çölə çıxmayım. Mən hər gün səhər 6-da yuxudan dururam, 7-yə qalmış idmanda oluram, 8-də 9-a işləmiş idmanımı bitirəm. Gəlirəm 9-a çalışıram ki, işdə olum. Bizdə hərdən idmanda da uşaqlar zarafat edirlər ki, Sabit, sən dövlət işində işləyirsən. Deyirəm ki, bizdə qapının ağzında əlizi var, 9-da basmasa məni içəri buraxmırlar. İndi o zarafatda, amma əlbəttə ki, bizdə dövlət işləri var, onlar məcburən 9-da işdə olmalıdırlar. Mənə deyirlər ki, sən bir 10 dəqiqə qal, dincəl, sonra gedərsən. Deyirəm ki, yox, mən də 9-da işdə olmalıyam. Dövlət işində və yaxud başqa bir müəssisədə orada bir çox insandan aspektlər asılıdır, amma burada hər şey bizdən asılıdır, hər şey məsuliyyət bizim boynumuzdadır. Ona görə də çalışıram ki, həmişə vaxtında olum, işin əvvəlində günümüzü planlayaq. Ona doğru, ondan sonra günortadan sonra vaxtın olsa əlbəttə ki, arası gedə bilərsən. Amma bu qıraqdan görsəndiyin kimi, bu günləri qıraqdan görsəndiyin kimi çox asan da olmayıb. Bunun da bir öz hekayəsi var. Bu tam uşaqlıqdan başlayır. Biz Rusiyada yaşamışıq. 93-cü ildə artıq müharibə zamanı atam evin böyüyü olduğu üçün məcbur olub Rusiyadan Azərbaycana köçməli olduq. Köçəndən sonra əlimizdə olanı satdıq və atam qardaşlarına, valideyninə əlindən gəldiyi qədər bir şərait düzəltdi. Bir müddət keçəndən sonra müflis olduq. Əlimizdə olan hər bir şeyi itirdik. Və bu biraz asan deyil. Atam ömrü boyu dövlət işində işləyir. Birdən-birə gəlir Azərbaycana. Heç nəyi yoxdur, hər şeyini əlinə itirir. Qərara gəlir ki, Vasman bazarının qabağında bir bazar var idi. Orada bir polka götürsün, orada ticarətlə məşğul olsun. Mən də 3-cü sinifdə oxuyurdum. Evə gələndə anam həmən sumkanın içinə, mənim sumkamın içinə yeməkləri doldururdu ki, apar bir gün orta atan yesin. O vaxt Qaraqarayevdə trolleybus vardı. O trolleybus'a minirdim, gelirdim Neftçilərdə düşürdüm. Neftçilərdən də ora hardasa 500 metr, 700 metr məsafəsi var idi. Oranın da arasında aleyka var idi. Orada da səyyar ticarətlə məşğul idilər. Biraz çətin vaxtlar idi. Mən də 3-cü sinifdə oxuram, balaca bir uşağam. Əlimdə yemək,
o aleykadan keçəndə insanlar sataşırdılar ki, bu yeməyi hara aparırsan, o sumkanın içində nələr var. Biraz əlimdən tutan da olurdu, sumkanı çəkmək istəyən də olurdu. Mən də balaca uşağım, qorxurdum, həyəcana düşürdüm, çalışırdım ki, o hissəni biraz tez qaçım və yaxud bir başqa yolla gedim ki, bu hər gün təkrarlanmasın. Gedib atamın yanına çatandan sonra biraz özümə güvənirdim, biraz rahatlaşırdım. Atamgil yeməyə başlayanda, başlar qarışanda, həmən o atamgil də polkada klok satırdılar, siqaret satırdılar. Mən də atamgil yeməyə başı qarışanda klokları götürüb qaçırdım. Gəlirdim, Vasman bazarın qabağında dururdum. O vaxtı bazara gələnlərin bir çoxu klok gətirmirdilər. Bazarlıq eləyəndə kloklara ehtiyac olurdu və bazarın girişində və yaxud içindən o klokları almağa başlayırdılar. O vaxt yadımdadır 250 manata satırdım kloku. Klokları əlimdə tuturdum, o klokları məndən alırdılar. Bir 10-15 dəqiqə, yarım saat içində bir əlimə yerləşən qədər klokları satırdım. Pulumu səliqəsiz olaraq cibimə doldururdum və sevinə-sevinə qaçırdım atamın yanına. Qaçırdım atamın yanına, atam məni görürdü. Əlbəttə ki, heç bir valideyn istəməz ki, övladı işləsin, həm də o yaşda. Danlayırdı ki, mən sənə demişəm evə getsən, bu necə götürüb klokları qaçmısan. Deyirdim ki, heç nə olmaz, yəni gedirəm evə, təzədən gözləyirdim ki, biraz da başı qarışsın, yenə klokları götürüb qaçırdım. Artıq ikinci dəfə satandan sonra qorxumdan atamın yanına yox, birbaşa evə gedirdim. Pulu verirdim anama ki, axşam atam gələndə deyərsən ki, yenə ikinci dəfə getmişdim klokları satmağa. Və bu bir gündən bir təkrarlanırdı. O vaxt hətta yadımdadır ki, səhv eləmirəmsə indi də o kloklar var, toxunma klokları idi, İran düyüləri satırdılar, başında da qırmızı və göy qulplar var idi. O vaxt imkan yox idi ki, bir dərs çantası alım. O həmən o klokun içinə, klokun yox, torbanın içinə mənim dərsliklərimi yığırdılar. Gedirdim və məktəbdə biraz yaxşı qarşılanmırdı. Uşaqlar zarafat edirdilər ki, sənin yüzəl bir sumkan yoxdur gətirəsən, torban yoxdur gətirəsən. Biraz pis təsir eləyirdi. Hətta bir gün həmən o Vasmoy bazarının qabağında duranda, əlimdə kloklar durmuşam, klok satıram. Həyəcanla, sevinclə ki, həyəcan ondandır ki, biraz insan qorxur. Sevinç də ondan ki, atama kömək edirəm. Bir günləri bir maşın saxladı. Şofer qapını açır, içindən sinif yoldaşım düşür. Sinif yoldaşım düşür. Məni görəndə o göz qaçırır, amma mən buna salamlaşıram. Bu da utandığına mənə salam vermir. Səhərsi gün gəlirəm dərsə, görürəm məndən qabaq artıq danışıblar ki, Sabiti gördüm, bazardan qabağında klok satırdı. Nəysə, orada yenə zarafat eləyirlər, yarı ciddi, yarı pis təsir eləyirdi. Həmin İnsan bilmirdi ki, nə cavab versin, amma bir tərəfdən başa düşürdüm ki, uşaq da olsam düz eləmişəm, burada utanılası bir şey yoxdur. İstər-istəməz sinifin içində də insan biraz qısılırdı. Hətta məktəb vaxtı biz 3-cü sinifdə biz bura köçəndə mənim bir plaşım var idi. O yavaş-yavaş, aydan aya, ildən ilə biraz qısalırdı. Polo plaş olurdu, sonra kurtka oldu. Yavaş-yavaş qolu da qısalırdı. Jaketim həmişə o kurtkanın altından çıxırdı. Bu hamısı bir yerdə məni biraz utanırdım hər dəfə sinifə gedəndə. Başa düşürdüm ki, bunların hamısı yeniləməsi lazımdır. Və həmişə arzu eləmişəm ki, hansısa bir yolla bu utanclığı aradan qaldırım. Və həmişə fikirləşirdim ki, o aleykada da gedəndə, sinifdə də olanda həmişə öz-özümə söz verirdim ki, vaxt gələcək, mən hamınızdan yaxşı yaşayacağam. Vaxt gələcək, mənim də hər şeyim olacaq. Vaxt gələcək, mən də əlimdən gələni eləyəcəm ki, heç vaxt bu utanclığı bir də yaşamayım. Artıq biz 1-2-3 il keçəndən sonra Bakıxanov Ticarət Mərkəzi açıldı. Atamgil ora köçələdilər. Mən də ora 7-ci sinifdə oxuyurdum, səhv eləmirəmsə. Yavaş-yavaş gəlirdim yanlarına, çalışırdım ki, işi öyrənim. Atam həmişə dedi ki, sən bura niyə gəlirsən? Dedim ki, mənim üçün maraqlıdır, dərslərimi oxumuşam, istəyirəm gəlim sənin yanında oturum. Və həmişə başa düşürdüm ki, mənim ən qısa imkanı daha yaxşılaşdırmanın növü ticarətdir. Ola bilsin uşaq olmuşam, ola bilsin ki, gördüyüm iş ancaq ticarət olub deyənə buna meyil eləmişəm. Amma həmişə başa düşürdüm ki, mən heç vaxt oxuyub bir dövlət işində və dövlət müəssisəsində işləməyəcəm. Bazar əvvəl təzə-təzə qurulanda burada içəridə dükan yox idi. Yavaş-yavaş inkişaf elədikcə bazar müdürü bir gün yığışdı, köynə burada işləyənlərlə bir iclas elədi ki, bəs gəlin kimin imkanı çatırsa, dükan tiksin öz hesabına və o dükanı işlətsin. Bu günə kimi də bu dükanlar hərəsinin öz sahibi var.
Ümumiyyətlə hər şey buradan başlayıb. Yaşayanda biz onların heç birinin fərqinə varmırdıq. Önəm vermirdik sözün açığı. Amma indi fikirləşdikcə düşünürsən ki, doğrudan da həmin o maraqlı anlar burada olub. Arzuların çiçəklənən vaxtı, arzuların böyüyən vaxtı, böyük arzular, o balaca dükanda böyük arzular yaşayırdıq ki, necə eləyəcək? Uşaq vaxtı mən atamla fəxr edirdim, gördüyü işlərlə fəxr edirdim. Həmişə mənim üçün bir ideal insan idi o. Həm boyu hündür, biraz belə iri canlı kişi idi. Heç kimdən qorxmurdu. O vaxtın tələbləri də fərqli idi. Mən atama həmişə baxanda böyründə qürurlanırdım. Bilirdim ki, mənim atamdan məsəl üçün güclü adam yoxdur. Amma yavaş-yavaş iş həyatına daxil olduqca, yəqin ki, bütün təzə nəsil, köhnə nəsil heç vaxt bəyənmirdi, az da olsa. Mən deyirdim ki, papa bunu belə eləmək olar, papa bunu belə eləmək olar. Babam dedi ki, sən uşaqsan, başa düşmürsən, belə olmaz. Mən yavaş-yavaş burada işlədikcə minusları axtarırdım ki, cəmiyyət hamı nə eləyir, biz nə eləyə bilərik ki, hamıdan fərqlənək. O vaxtı lüstraların ustanovkasını mən başladım pulsuz eləməyə. Yəni öz ustalarımıza əvvəl hamı pul alırdı. Məsələn üçün lüstra alanda hər bir lüstra pul alırdılar. İndi 5 şirvan, 3 şirvan, o vaxt 20 manat, 10 manat yavaş-yavaş belə alırdılar. Mən onları qatdım lüstra satışının içinə və müştəri soruşanda ki, bunu kim quraşdıracaq? Dedim, biz pulsuz quraşdıracağıq. Və hardasa bir 2-3 ay ərzində bu bazarda onu heç kim bilmirdi ki, mən onu pulsuz eləyirəm. Müştərilərin də çoxu gəlib axırda ona yönəlirdilər ki, burada pulsuzdur. Məsəl üçün eyni qiyməti alıram, amma burada bir hər lüstrada 20 manat qabağa, elə buradan alım. Yavaş-yavaş o sistemi qurduqca bir 3 aydan sonra qonşular bir dəfə yığdılar atama, dedilər ki, sən uşaq qoymuşsan bura, uşaq bizim bütün ticarəti məhv edib də, yəni ən çox o satır. Dayım da burada işləyir, dayıma da şikayət edirlər ki, sənin bacın oğluna imkan vermir işləməyə. Mən hamıyla şirin dil tapırdım, çalışırdım ki, hər bir mal, hər bir gələn alıcı məndən nə də olsa, az da qazansam, amma alsın. Yəni onu ümidə buraxmayım ki, buradan getsin başqa yerdən də bəlkə də 5 manat ucuz aldı. Mən hər bir müştəriyə ümid verirdim, deyirdim, siz gedin, baxın, gəzin, amma axırda yekun qərarınızı mənə verin, mən hamıdan sizə yaxşı hörmət eləyəcəm. İnstituta qəbul olandan sonra atamdan xahiş elədim ki, mənə müəyyən qədər pul versin. Mən gedim Dubaydan atama bir məhsullar, çılçıraqlar gətirim. Atam dedi ki, sən uşaqsan, getməmsən, dil bilmirsən. Ora postsovet ölkələri deyir ki, burada rus dilində danışasan. Orada hamı ingilis dilində danışır. Necə eləyəcəksən? Bizim bir tanışımız yoxdur ki, səni onunla göndərək. Dedim ki, mən gedəcəm və işimi həll edəcəm, narahat olma. Bir müddətdən sonra atam sağ olsun, dedi ki, get. Müəyyən qədər pul verdi, getdim Dubaya, biletlərimi aldım, buradan rezervasiya elədim atelidə. Samolyota oturanda o vaxt biznes klassdan keçirdim, sonra ekonom klassa keçirdim. Biznes klassdan keçəndə bir ağsaqqal dayday gördüm. Oturub qəşəng katan kostyumu var idi, qəşəng geyinmişdi. Belə baxımlı bir kişi idi. Bir cürə biraz paxıllıq elədim ki, kaş ki mən də böyüyəndə bu kişi kimi ola bilim. Keçdim samolyotda oturdum, bir həyəcan, birinci dəfə də samolyota minirəm. Dubaya düşəndən sonra demək ki, Dubayın 2 mərtəbəsi var imiş. Birinci mərtəbəsində səhv eləmirəmsə taksilərlə gedirsən və yaxud sənin dalınca maşın gəlirsə onunla gedirsən. İkinci mərtəbəsində otellər göndərilən avtobuslarla gedirsən. Mənim də bundan xəbərim yoxdur. İndi mən də birinci mərtəbədə hamıya yaxınlaşıram ki, bu bizim samolyotda uçduqlarımızda ki, bəs mən bir yerdə gəlmişik, mən də Azərbaycanlıyam, kömək eləyin. Otelin rezervasiyası var. Mən taksiyə 30 durun. Mən otelə gedim, ondan sonra inşallah ki, yollarımı həll eləyərəm. Amma kimə yaxınlaşırdımsa, yarısı cavab verirdi. Yarısı da cavabları olurdu ki, biz bilmirik və özlərini çöndərib çıxıb gedirdilər. Məyus oldum, elə bildim ki, artıq mən biletimi qaytarım, həmən təyyarə ilə qayıdım Bakıya təzədən Azərbaycana. Pis olurdum və gördüm ki, həmən o biznes klassda oturan dayda yavaş-yavaş gəlir. Bir yaxşı bir söz var, deyir ki, var insanlar heç vaxt heç yerə tələsmirlər. Bu da yavaş-yavaş demək olar ki, ən axırıncı təyyarədən çıxıb gəlir. Yaxınlaşdım ki, dayı, bəs mən eyni təyyarədə gəlmişik. Bəs mən filan işlə bağlı gəlmişəm, amma kimə yaxınlaşıram, heç kim mənə kömək eləmir. Sizdən bir xahişim var. Mümkünsə, mənə bir taksiyə 30 durun, otelimdə rezervasiyası var. Görsədim sizə, mən gedim otelə çatım. Dedi, bala, sən niyə gəlmişsən bura? Dedim ki, bəs mən atama kömək eləmə gəlmişəm. Bəs çılçıraq almaq istəyirəm. Dedi, sən birinci dəfə də gəlirsən. Dedim, bəli, birinci dəfə də gəlirəm. Dedi, bəs tanışın, bilişin, səni qarşılayan. Dedim, heç kim yoxdur. Dedi, bə, nəyə cəb belə risk edib gəlmişsən? Dedim, valla, atama kömək eləmək istəyirəm. Həm də biznes öyrənmək istəyirəm. Ona görə də çalışdım ki, gəlim özüm ticari alış-verişimi eləyim. Dedi, otur mənim maşınıma gedək. Bunun dalınca sürücü gəlib, bir bahalı maşını var, gəlib. Mən də belə paxıllıq elə-elə baxıram ki, yəni maşallah olsun.
Biraz da qorxu var içimdə ki, üstündə müəyyən qədər pul var, insanı tanımıram, uşağam, bir dünya görüşüm yoxdur. Bəlkə heç apardılar, oğradılar və yaxud pulumu əlimdən aldılar, necə olacaq? Elə bir imkanımız da yoxdur ki, mən pulu burada itirim, sabah gəlib atama deyim ki, ata verdiyim pulu da itirmişəm, nə üzdən qayıdacağam, o pulu bir də biz hardan qazanacağıq bilinmir. Risk elədim, oturdum maşına, gedirik. Yol boyu ağsaqqal mənə deyir ki, bəs sabit telefonun var, nömrə zad almısan? Dedim ki, xeyr, heç nə almamışam. Dedi ki, narahat olma, mən hər şeyi həll eləyəcəm. Yolda gedə-gedə nömrəni də aldı, taxdılar mənim telefonuma. Getdik, otelə çatdıq. Mən də 3 ulduzlu otel götürmüşəm ki, ucuz olsun. Otelə çatanda ağsaqqal qayıt dedi ki, sabit, mən razı deyiləm sən burada qalasan. Bura yaxşı, həm lokasiyası yaxşı deyil, həm otelin özü yaxşı deyil. Mən şoferə deyəcəm getsin, bəs pulu qaytarsın. Mən səni başqa otelə yerləşdirərəm. Dedim, yox, yaxşı, mən bura əladır, burada qalıram, mən onsuz ticarət ancaq qalıram, bir dənə yatacam. Dedi ki, yox, sən narahat olma. Pulumu qaytardılar, apardılar bir 5 ulduzlu oteldə mənə yerləşdirdilər. Orada da Dubayda 1-dən 5-ə kimi isti olduğuna görə işləmirdilər. Dedi ki, Sabit, sən də yoldan gəlmişsən, dincəl. Mən də gedim dincəlim, saat 5-də gələcəm sənin dalınca. Dedim, yaxşı. Mən də uşağam, 18 yaşım var, fikirləşdim ki, mən 4 saat otağın içində nə edəcəyəm, yorğunluq yox, bir şey yox. Təcrübə də yox. Düşdüm aşağı ki, Dubayı biraz gəzim. Axşam saat 5-ə kimi gəlirəm, kişi məni gəlib aparır. Təcrübə yoxdur deyəni, oteldən vizitka da götürməmişəm ki, qayıtmağa bir yer olsun. Həm də o vaxt telefonlar smartfon deyildi ki, Waze-lə vurasan, ünvana qayıdasın, elə bir şey yox. Heç kim də tanımır. Çıxanda gördüm ki, bir dənə məscid var. Dedim ki, bu məscidi mən lokasiya kimi götürüm, elə qayıdaram məscidin yanından, girərəm otelə. Gəzdim, 1-2 saatdan sonra başa düşdüm ki, mən Dubayda azmışam. Yəni, heç ara nə qayıdacağım yeri bilirəm, hara gedirəm onu da bilmirəm. İndi utandığımdan dayıya da zəng elə bilmirəm ki, dayı bəs mən azmışam da, insan nə qədər bir-birinə yük ola bilər də, yəni bir gün içində. Gəzə-gəzə hardasa saat 4 idi, kişi zəng elədi ki, Sabit hardasan? Dedim, dayı utanıram deməyə, amma valla azmışam mən. Dedim, necə azmışam? Məsələn, dedim, axı otaqda oturub. Dedim, darıxdım, dedim, biraz gəzim də. O da belə, 2 saatdır gəzirəm, Dubayın ortasında bilmərəm haradayım. Dedi, bir binaların üstünü oxu görüm nə var. Bir-bir oxuyuram. Tutdu ki, filan plazanın qabağında deyən, gələcəm mən. Mən də oturmuşam, barcının üstündə oturub, belə gözləyirəm, qorxuram tərpənməyə ki, bir dəfə dursam yenə itəcəm. Kişi gəldi, məni götürdü, getdi, gəzdi, axşam Dubayı mənə göstərdi, yemək yedik. Səhərsi gündə 4 gün səhv eləmirəmsə mənlə bir yerdə oldu. Biz məhsulları da aldıq, köməlik elədi, karqonu da tapdıq, karqonu da göstərdi, məhsulların hamısını yolladıq. Öz nömrəsini mənə verdi ki, daha doğrusu vermişdi, Azərbaycan nömrəsini də verdi ki, Sabit yaz telefona. Bakıda mən 10 gündən sonra Bakıda olacam. Zəng eləyərsən, görüşərik. Pisi o oldu ki, samolyotda qaydanda nömrələri dəyişirdin. O vaxt telefonlarda 2 cür yaddaş olurdu. Ya telefonu yaddaşına yazırdın, ya kartın yaddaşına yazırdın. Demək ki, məndə kartın yaddaşına yazılıb nömrələr. Nömrə itirməndə, telefonları dəyişəndə qoyuram balaca nömrədə, qoyuram cibimə, o cibimə yəqin ki, düşür. Gəlirəm Bakıya, nömrəni axtarıram, tapıram, telefona baxıram, nömrə yoxdur, o kişi ilə o vaxt əlaqəm kəsilir. Günü bugün yəni əlaqəm yoxdur. Amma məhsullar hamısı gəldi, çıxdı, yaxşı da oldu, yaxşı da ticarət elədik. Papa da bir balaca məndən fəxr elədi ki, düz eləmişsən, bir dəfə getmisən, yarıtmısan. İnşallah ki, bunu bir 6 aydan biri, 1 ildən bir eləmək lazımdır. Getdim, əskəriyə gəldim. Əskəriyə gələndən sonra atama dedim ki, papa icazə ver. Mən hər gün gəlim sənin yanına burada işləyim. Dedi ki, yaxşı. Dedim, amma bir şərtim var. Yavaş-yavaş gördünsə iş məndə alınır. Mən də bir oğul olaraq öz aləmdə yaxşılıq eləmək istəyirdim. Deyirəm ki, sən işə daha gəlmə. Otur, get dincəl, gəz özün üçün, evdə otur. Öz aləmdə elə başa düşürdüm ki, mən düz edirəm. Atam deyir ki, o Sabit, mənim bir dənə biznesim var, bir dükanım var, o da buradır. Sənin gözün bu dükandadırsa, yəni bunu irəli aparmaq istəyirsənsə, mənim sənə ən böyük verəcəyim iş bu ola bilər. Verirəm. Amma 5 gündən sonra, 5 aydan sonra gəlmə ki, bu işi mən batırdım, alınmadı, günah məndə deyil. Mən bir pensiyamı alıram, 300-500 manatımı alıram, o mənə bəsdir. Amma bundan sonraki məsuliyyət mənim deyil. Mən qoyub gedirəm işi. O da əlbəttə ki, bir gün içində olmadı da, bir 4-5 ay işləyəndən sonra gördü ki, mən satış eləyə bilirəm, pasavçilərlə danışa bilirəm, mal ala bilirəm, Dubaya gəlib gəlmişəm artıq. Mən bir günləri gəldim evə, dedim ki, ata, bəs mən evimizi girov qoymaq istəyirəm. Dedi, necə girov qoymaq istəyirsən? Dedim ki, mən bankla danışmışam. 30.000 dollar pul verirlər. Mən 30.000 dolları götürüb Kitaya getmək istəyirəm. Dedi ki, bizim bir dənə evimiz var. Necə bugün girov qoyub gedirsən? Dedim ki, bəs mən inanıram da, alınacaq papa. O vaxt Dubayda necə oldusa, Kitayda da inşallah yaxşı olacaq.
Biznesin inkişafı üçün bizə xaricdən mal gətirmək lazımdır. Dedi ki, mən razı deyiləm. Nəsə bir həftə evdə atamla hər axşam işdən gələndən sonra danışıram ki, baba, mən mütləq bunu eləməyə lazımdır. Bana deyir ki, ay kişi, sən 30 min dollar götürdün deyə, ödəyə bilməsən bizim başqa işləyimiz yoxdur. Ev əldən gedəcək. Dedim, narahat olma, getməz. Mən əlimə gələni özüm ki, hər şey yaxşı olsun. Həmişə kimi bu dəfə dedi ki, yaxşı, get götür. Getdim, bankdan danışdım, 30 min dollarımı götürdüm, getdim Kitaya. Yenə də heç nə bilmirəm, dil bilmirəm. Amma orada artıq tanış var, təcrübə var deyənə tanış tapmışam ki, məni orada qarşılasın. Getdik, məhsulları vurdıq, gətirdik. 2 illik götürmüşdük krediti, 1 il ərzində krediti ödədim. Bankın qabağında da bir etibarımız oldu. Bank artıq daha artığını təklif edir ki, daha artıq verə bilərik sizə. Evdə də etibar qazanmışam ki, hər şey var. Bir ara müştəri sayı o qədər çox idi ki, biz burada ustalarla hətta lüstraları yığanda buranın ikinci mərtəbəsi skladdır. Lüstralar yuxarıda yığılırdı, oradan zincirlə salıb burada vitrinə asırdı. Mən ustalarla mübahisə edirdim ki, mən bu günləri saat 12-yə kimi bu lüstraları satacağam və 2 dənə, 3 dənə lüstra göstərirdim. Dedim ki, mən mütləq bunlar satılacaq və saat 12-yə kimi, 1-ə kimi 80-90% verdiyim sözə əməl eləyirdim. Çünki müştəri sayı çox idi. Çox tələbatların hamısını bilirdim, müştərilər nə istəyirlər və öz bacarığıma güvənib bilirdim ki, mən hansı lüstraları tərifləyib bugün sata bilərəm. Hətta bir dənə məsələ deyim, yadıma düşdü. Dekabrın 31-i atam evdə idi. Mən də təzə-təzə başlamışam işləməyə. Burada 31-i, 30-u çox müştəri olurdu, hədsiz. Hamı istəyirdi ki, yeni il axşamı evində yeni bir, yəni remontdan çıxıbsa, yeni bir lüstrası olsun. Atam gün axşam tərəfi saat 5 idi. Dükana girdi ki, dükkanın 80% yoxdur. Dükkan boşdur hardasa. Qapını bağladı, girdi içəri, istədi mənim üstümə biraz qışqırsın da ki, nə eləmsən malları, bu qədər ağlına gəlmir ki, bu qədər mal satıla bilər. İndi nə olub malları, nə eləmsən, necə olub? Dedim ki, baba, hamısını satmışam. Necə satmışam? Bu qədər mal satıla bilməz gün ərzində. Polkanı açdım, oradan cibimdən pulları açdım, göstərdim ki, satmışam hamısını. İndi bir-bir inanmır, dəftəri açır, baxır ki, görün harasını neçə satmışam. Deyir, bəlkə ucuz satmışam, hədsiz. Ona görə camı hamısı gəlib məndən alıbdı. Gördü qiymətləri də yaxşı satmışam. Dediyindən sonra mənim sənin sözüm yoxdur. Mən səndən açıq-çat eləyən deyiləm. Mən fikirləşirdim ki, artıq buradan çıxmaq lazımdır. Mən belə işləmək istəmirəm. Mənim şəhərdə dükanlarım olmalıdır və hər həftədə 2 dəfə mən şəhərdə bütün şəhəri dükanlarını gəzirdim. O böyük dükanlar var idi şəhərdə. Gəzirdim bunları bir-bir və içlərinə girirdim. Belə arzu, nağla düşmüş bir insan kimi. Çünki bizim dükan 20-40 kvadrat idi. Amma bu dükanlar 200 kvadrat, 300 kvadrat, 150 kvadrat, böyük, səliqəli, daha maraqlı, daha lüstraları daha gözəl, daha bahalı. Hər gün başladım bazarı araşdırmağa ki, mən harda səhv eləyirəm. Ki, bu insanlar burada 10 ildə işləyirlər, 15 ildə işləyirlər və məsəl üçün daha artıq getdiyi bir nöqtə yoxdur. Mən nə edeyim ki, şəhərə çıxa bilim, şəhərdə bir dükan götürə bilim. Mən başa düşdüm ki, o vaxtda şadlıq sarayları boom vaxtı idi, çox şadlıq sarayı tikilirdi. Və şadlıq saraylarının böyük lüstraları lazımdır. Yəni, çox böyük lüstraları lazımdır. İndi hamımız görmüşük yəqin ki, onları. Mən araşdırdım, gördüm ki, hər bir sifarişin arxasında 4 ay bunlar vaxt deyirlər. 3 ay, 4 ay vaxt deyirlər ki, biz məhsulu 3 aydan sonra gətirərik, 4 aydan sonra gətirərik və bir çox şadlıq saraylarına bu sərf eləmirdi. Çünki məhərrəmlik ayı 2 ay çəkir, 2 ay ərzində bu şadlıq sarayları həm sökülür, həm yığılır, 2 aydan sonra təhvil verilir, toy başlayır. Yəni, məhərrəmliyin qutaran günün səhərisi toydur artıq şadlıq sarayında. Bunlar 2 ay ərzində həmsini əl eləmək istəyirlər. Və hədsiz baha gətirirlər şəhər dükanları, həmən o lüstraları. Mən başladım bir-bir şadlıq saraylarını gəzməyə. Gəzməyə, təklif eləməyə ki, bəs mən məhsulu bilmirəm. Bax, onu da sizə deyim ki, mən bilmirəm ki, o məhsulu mən neçə gətirə bilərəm. Amma necə ölçürəm? Yəni, şəhərdə məhsul 5000 manatsa, mən deyirəm ki, 4000-ə bunu mən gətirərəm. Amma bilmirəm ki, gətirə bilərəm, gətirə bilmərəm. İnanıram ki, yəqin ki, bunlar üstündə xeyir qazanırlar da, bir 20%, 30% qazanırlar ki, bunlar bu məhsulu satırlar. Demək ki, mən də bunu gedib gətirə bilərəm. Az qazanaram, eybi yoxdur, amma gedim gətirim, bir ad qazanımı yavaş-yavaş. O vaxt bir tanışla, o da memar idi, ona dedim ki, bəs mən məhsul gətirəm. Dedi ki, ay Sabit, sən uşaqsan, heç kim sənə inanmayacaq. Dedim, sizə ki, inanırlar. Siz etibar eləyin ki, mən inanıram. Sizə etibar eləyib, mənə də məhsulu məndən alacaqlar. Beh versinlər, sonrasını görərik. Bir şadlıq sarayını bundan işlədim. Demək olar ki, pul qazanmadım, amma yekunda iş təhvil verdik. Az bir şey qazandım.
Sonra başladım bu həmən şadlıq saraylarından başqa şadlıq saraylarına təklif verməyə. Ki, mən bu işi görmüşəm, yenə sizin də işinizi görə bilərəm. Heç kim inanmır, heç kim iş vermək istəmir. Başqalarına iş verirlər, yenə böyük dükanlara iş verirlər, yenə hardasa bir tanıdıqları adam var, onlara iş verirlər. Mənə deyirlər ki, sən uşaqsan, sən alınmaz, biz iş görə bilmərik. Dəfələrlə bu başıma gəlib, amma bir dəfə bir şadlıq sarayı var, zəng eləyir ki, kimləsə nömrə alır, mənə nömrəmi verirlər. Deyir ki, bəs həmən o memardan ki, mənə bir lüstr gətirən lazımdır. Gedirəm, otağına girirəm. O vaxtda böyle hazır kataloqları yox idi, telefonda PDF kataloqları yox idi. Kataloqlar hamısı belə fiziki kataloqlardır. Yığmışam əlimə bir 10 dənə. Bunun otağına girəndə belə baxdı sifətimə, dedi ki, neçə yaşın var sənin? Dedim 19. Dedi ki, sən nə işlə məşğulsan? Deyirəm ki, bəs mənə deyiblər ki, lüstra lazımdır, adım sabitdir, gəlmişəm, bəs seçəsiz, lüstranı sifariş verək. Baxdı, demədi otur, demədi xoş gəlmisən. O uşaqda hər şeyi gözləyir, hər şeyə diqqət eləyir. Hamı elə bilir ki, səni əzəcəklər, nəsə belə bir kompleks yəqin ki var. Mən də hər şeyə fikir verirəm ki, bu mənə heç salamlaşmadı, heç otur demədi. Gəl görüm bura, gəldim, kataloqları açdı, baxdı, bağladı, get. Fikirləşdim ki, niyə get, bu heç nə seçmədi. Get də. Gəlim özümə həmən gün, bütün gün fikirləşmişəm ki, görəsən məsələ nə idi ki, heç bu məndən məhsulu soruşmadı, neçədir soruşmadı, nə vaxt gətirəcək, heç nə soruşmadı. Biz də həmən o Bakı Xanf Ticarət Mərkəzində işləyirik həmən vaxtı. Bu bir gün zəng eləyir, tutaq ki, orada bir başqa adama, o deyir ki, bu işlə sabit bir təzəlicə şadlıq sarayı bitirib, işi ona verə bilərsən. Sonra zəng eləyir o birisinə, təsadüfən o da deyir ki, sabit təzəlicə şadlıq sarayı bitirib, ona verə bilərsən. Bu da biraz məhdər qalır ki, bu uşaqda axı. 3 nəfərə də zəng eləmişəm, ikisi sabiti məsləhət görür. Təzən zəng eləyir mənə. Mən telefonu götürmürəm. O da yenə təcrübə yoxdur deyənə götürmürəm. Bəs qürur eləyirəm ki, məni otağından qovub, mən bunun telefonu niyə götürüm nə deyəcək? Bilmirəm axı o yerdə qalan məsələləri ki, bu kiməsə zəng eləyib, yaxşı, müsbət bir cavablar alıb ki, mənə yığır. 2 gün yığdı, götürmədim. 2-ci gün axşamı gəldi bizim dükana. Belə solidin 2 idi, Allah canı sağ eləsin, yaxşı insan. Gəldi ki, Sabit, mənim telefonumu niyə götürmürsən? Deyirəm ki, müəllim, vallahi mən sizin yanınıza gəldim, siz məni nə qarşıladınız, nə yola saldınız, elə qovan kimi bir şey oldunuz. Sözün açığı mən də ona görə sizin telefonunuzu götürmədim. Yəni, tutaq ki, belə işləsək, mən sizdən nə alacam, nə almayacam, bilmirəm hələ. Ona görə telefonunuzu götürmədim. Dedi ki, əşim, mən uşaqsan, indi sənin iş etibar eləmək istəyirəm, bizim iş məsuliyyətlidir, cəmaət toy eləyir, sən lüstranı gətirməsən, bəs bizi bir qırağa qoyub, bəs toy yəsə nə cavab verəcəyim? Dedim, siz narahat olmayın da, yəni siz işi verin, mən görə bilməsəm, hər cür əziyyətini mən çəkəcəm. Dedi ki, yaxşı. Getdim Türkiyədən, yenə lüstranı sifariş verədik, gözlədik, gətirdik, astıq. Asandan sonra biraz belə, necə deyim, insan necə qürurlanar. Həm mən qürurlanaram, həm buna da xoşuna gəlir ki, uşaqdır, yaşına baxmayaraq da yəni, işlər görür, belə çalışır ki, nəsə eləsin, qazansın. Mənim yanımda bir 3 dənə şadlıq sarayının yəsinə zəng elədi. Ki, bilirəm, remont eləyəcəksən, bir yaxşı uşaq var, onu məsləhət görürəm, lüstranı ondan alarsan. Deyir, özdə belə inatla deyir, yola verməyin, ha. Yəni, bundan da bir təklif alın, baha olsa, ucuz olsa mənə deyin, o yerdə qalan mən danışacağım sabitdən. Amma xeyri sabitə verin. Üstündən artıq bir 4 il, ya səhv eləmirəmsə, 3 il keçəndən sonra mən eyni zamanda 6-7 şadlıq sarayı bir məhrəmlik ayında işləyirdim. Yəni, sifariş o qədər çox idi. Bu günləri dizaynların 80% hamısı qarışıqdır. Onun içində modern da var, neoklassika da var. Mənim sözün açığı minimalizmdən xoşum gəlmir. Xaricdə bu dəbdir, minimalizm, hamı minimalizmlə remont edirlər. Amma evdə bunu tarix də göstərir ki, yavaş-yavaş bir ara alçıpanlar çıxdı. Hamı başladı evin alçıpanla bəzəməyə, lüstra vurmamağa. Bir müddət o keçdi, hamı qayıtdı lüstraya. Bu günləri yavaş-yavaş minimalizm gəlir ki, biz orada lampoçka asırıq, buradan bir dənə xırda dekor asırıq. Amma ən bahalı təmir də mənə elə gəlir ki, minimalizmdir. Çünki həmən evin içində heç nə yoxdur. O xırda dekorlardan sən evi gözəl eləməlisən. Bunu insanlar biraz bilmirlər, amma yavaş-yavaş o da yavaş-yavaş yoluna düşəcək. Mənim ən çox xoşladığım lüstra məsələ üçün bu belə lüstralardır. Bunlar həmişə dəbdədir. Bu sadədir, artıq daşı qaşı yoxdur. Bu gün də dəbdir. 10 il bundan əvvəl də dəb olub, 10 il sonra da dəb olacaq. Bir də var məsəl üçün belə lüstralar. Bu müasir lüstralardır. Bunlar bu günləri var. Ola bilsin ki, 1 ildən sonra siz o qədər yorularsınız bu lüstrada, bunu yenidən dəyişmək istəyirsiniz. Adətən də belə olur.
Müştəri bir müddətdən sonra gəlir ki, o və yaxud mənim evim işıqlandırmadır, və yaxud işıq az oldu, və yaxud bəyənmədim, bunu çox yerdə görürəm. Amma belə lüstralar və yaxud belə lüstralar, bunlar həmişə dəbdə olan bir şeydir. Həmişə insan evinə girəndə rahatçılıq tapır. Bir də bəzi insanlar, gəlin məsələdə maraqlı bir şey görsəlim. Belə bir balaca lüstramız var. Bu İtalyan lüstrasıdır. Bunun qiyməti 4900 manatdır. Balaca lüstranın bu qədər qiyməti olduğu və bugün bunu satmaq belə çətindir. Hər insanın həm imkanı çatmır, həm balaca lüstraya bu qədər pul vermək istəmirlər. Bir 5 il bundan əvvəl, 7 il bundan əvvəl biz müştərilərə deyəndə ki, Çin malı yaxşıdır, müştərilər biraz tərəddüd edirdilər ki, ola bilməz belə şey. Bizə Avropa malı ver. Deyirdim ki, sən 1000 manata, 1500 manata, 2000 manata Avropa malı ala bilmərsən. Bu mümkün deyil. Alarsan, balaca xırda bir şey və yaxud dəyərsiz bir şey alarsan. Amma sən gözəl bir lüstra istəyirsənsə, keyfiyyətli bir lüstra istəyirsənsə, bu Avropadan 500 avroya mümkün deyil. Ən azından bu günləri internet var da, girib baxmaq olar ki, Avropa lüstralar neçədir. Bu günləri çox şükür ki, müştərilərin çoxu başa düşür ki, Çindən keyfiyyətli mal ala bilərsən və onu sifariş edib sən bir 4 dəfə qabağa düşə bilərsən. Bunu eləyirlər bu günləri. Bu gəldiyimiz yolda başa düşdüyüm yeganə bir şey var. Düzgün arzu tutmalısan ürəyində, getdiyin son nöqtəni bilməlisən və o nöqtəyə doğru getməlisən. Əlbəttə ki, danışdığımız, gördüyümüz, yaşadıqlarımız hamısının içində böyük çətinliklər var. Yavaş-yavaş hər bir çətinliyə insan öyrənir. Bir müddətdən sonra başa düşəndən sonra ki, hər bir çətinliyin üstündən insan bacarıb, qalib gələ bilər, mütləq ki, qalib gəlir. Məsələn, axırda bir şey danışım. Biz bu dükanı açanda, mən burada 4 yol var. 4 yola durdum, üzü aşağı baxdım. Biraz nağıl kimi səslənə bilər və yay vaxtıdır. Buradan da 4 yoldan dəniz görsənir. Yay vaxtıdır, külək yoxdur. Dəniz belə parıldayır yavaş-yavaş. Özüm baxdım, dedim ki, ay Allah, bu baxışla adam bir ev olar. Hərdən otura, bu baxışı görə də, yəni axşam balkonu açasan görəsən, səhər-səhər açıb görəsən, axşam açıb görəsən. Özüm içimdə arzu edirəm. İnanırsınız ki, 6 aydan sonra mən ev aldım. Həmin mənzərə ilə. Yəni, deməli, mənzərə var. Mən, bax, dəniz buradadır. Mən arzunu belə eləmişəm də, böyürdən görüm. Yəni, belə də arzu elə bilərdim ki, tam görüm də, 3 pəncərəmi 3-ü də görsün. Düzdür? Mən ev almışam. Mənim evim ancaq buradan görür dənizi. Bildiniz? O, sonradan oturub fikirləşirəm ki, mən arzunu düzgün eləsəydim, yəni belə eləsəydim də, mən buradan baxacaqdım dənizə. Bax, nə qədər də nağıl kimi görsənsə, həyat bundan ibarətdir. Mən bazarda uşaq olanda bilirdim ki, böyüyəndə ticarətçi olacağam, oldum. Mən biznesmen arzu eləmirdim ki, mən biznesmen olacağam. Mən ticarətçi, alverçi olmaq istəyirdim. Ki, mən gördüyüm nöqtə o qədər idi. Gördüyüm qorizont o qədər idi. Mən alverçi, ticarətçi oldum, arzu elədim ki, bir biznesmen olum. Yəni, bir pillə yuxarı üzü şəhərə gəlim. Şəhərdə bir brendim olsun. Eslam Padari deyəndə Sabit yada düşsün. Sabit deyəndə Lüstr yada düşsün. Çox şükür bugün onu yaşayırıq. Bugün fərqli bir xəyallarım var, fərqli bir arzularım var. Qısa müddətdə onları da əldə eləyəcəm. 100% o. Vaxt lazımdır, hər şeyin bir zamanı lazımdır. Mən hamıya arzu edirəm ki, öz işimizə uyğun bir cümlə deyim də, hamı yolu işıqlı olsun. Məkanlar da işıqlı olsun. Zəkalar da işıqlı olsun, düşüncələr də işıqlı olsun. Heç vaxt insanlar qaranlıq içində yaşamasınlar. Hər bir insan özünə inanmalıdır. İnsan özünə inanandan sonra əldə istənilən arzunu həyata keçirir. Həyat nağıl kimidir. Yaxşı inanırsansa yaxşı olur, pisə inanırsansa pis olur həyatında. Məncə bu qədərdir.